Yani bu mikrob da gedir oturur prostatda, o cümlədən trixomonad adlanan bir dənə də bu mikrob deyil, bu iftidaidir. Yəni bu belə deyək də ibtidai bir canlıdır, bir hüceyrəli canlıdır. Qamçıları var, onunla hərəkət edir və parazitlik eləyir insan bədənində. Və bunun bu trixomonadan təhlükəli cəhəti nədir bu parazitin? Belə desək bu heyvandır da, bu hərəkət edir, amma bir hüceyrədir. Bir hüceyrəli canlıdır. Yəni bu bakteriya deyil. Bunun mənfi təhlükəli cəhəti nədir? O insan bədəninin mayeləri ilə, zülalları ilə qidalananda oradakı mikrobları da qəbul edir. Toxiklamidyanı, mikoplazmanı öz daxilinə qəbul edir və onu orada qoruyur. Öz içərisində. Yəni bilə-bilə eləmir. Sadəcə olaraq orada yaşayır. Onun bədəninə də antibiotik keçmədiyinə görə o mikroblar onun canında sağ qalır və birdən o parçalandıqda o mikroblar aktivləşir